Salam dostlar. İndi sizə yüzlərlə, onlarla deyək, maraqlı eksotik bitkilərimdən bir neçəsini göstərmək istəyirəm. Bu demək o seybadır. Baobab. Baobabın bir növü olan seyba. Baxın, belə bir qəşəng artıq kök sistemi də formalaşıb. Bu kigeliyadır. Kolbasное дерево adlanan kigeliyadır. Burada dragon frutlarımız var. Burada çox maraqlı bir fikusun növüdür. Dohadan gəlmiş. Bu aziminadır. Bunlar brusanetiyadır. Brusanetiya. Bunların da kökü çox gözəl. Kökü bunları nivəki kimi saxlamağı düşünürəm. Bu isə mənim sevimli irqamdır. İrqa. Gözəl irqa. Buna indi gətirib biraz da turş demək. Turş yolkaların altına olan turş çürüntü tökəcəm. Bunlar ginkgo bilobalardır. Bu yumuşaq yuqqadır. Bu kassiyanın bir növüdür. Bu lonqan ağacıdır. Nəhayət ki, oyanma baş verdi qışdan sonra. Bu isə mənim manardamdır. Bunlar isə leucenadır. Burada mənim vanilya fres kartenziyam var. Bu Daphne odaradır. Bu həyət azaliyasıdır. Bu Laripetalumdur. Bu Osmanthus variegatadır. Bu Eicharis'tir. Yəni bu Alfageli, bunun adını mən düz tələffüz eləyə bilmirəm, yadımda qalmır. Alfafabiliyadır, nədir, nəysə elə bir şey. Variegat, Aukafabiliya. Variegat yasəmən, yəni. Bunun da gözəlliyinə heyranam da, mən heyran. Möhtəşəm bir qızıl güldür. Butası da, çiçəyi də bir başqa cürdür. Burada mənim bir dənə də maraqlı bitkim var. Bu da bizim demək Miyata perista variegat nanəmiz. Burada da Çikalkin arex.